Salam, oxatanlar, köhnə qaydaları yandırın, çünki bu həftə həyatınızın ən kəskin və ən böyük qazanc gətirən dönüşünə qədəm qoyursunuz. Gəlin heç bir pərdə arxasında gizlənmədən ən sərt və ən çılpaq həqiqətlərlə üzləşək, çünki sizin kimi birbaşa və dürüst olmağı sevən, oxunu hər zaman ən uzaq hədəfə tuşlayan bir bürc üçün bəzəkli sözlərə, mənasız təsəllilərə qətiyyən ehtiyac yoxdur. Uzun müddətdir ki, daxilinizdəki o coşqun alovu, o bitib tükənməyən yaşamaq və kəşf etmək ehtirasını sadəcə olaraq xırda məişət qayğılarına, başqalarının bitmək bilməyən problemlərinə və sizə heç bir real fayda gətirməyən, sadəcə vaxtınızı oğurlayan anlamsız macəralara xərcləyirsiniz. Bəli, siz azadsınız, sizin ruhunuzu heç bir qəfəsə salmaq olmaz, siz külək kimi əsməyi, sərhədləri aşmağı sevirsiniz. Amma bugün, məhz 20-26 iyul tarixlərində o çox öyündüyünüz azadlığın əslində cibinizdəki pulla, sahib olduğunuz güclə nə qədər birbaşa mütənasib olduğunu bütün çılpaqlığı ilə dərk edəcəksiniz. Kainat sizə bu həftə çox aydın, çox kəskin bir sual verir. Hər kəsin sevdiyi, məclislərin şəni olan, lakin günün sonunda öz xəyallarını maliyyə çatışmazlığı ucbatından təxirə salan o əyləncəli oxatan olaraq qalmaq istəyirsiniz. Yoxsa ipləri tamamilə əlinə alan, hüdudsuz sərvətə və real, mütləq gücə sahib olan bir imperiya qurucusuna çevrilmək. Qərar sizin olsa da, ulduzların düzülüşü sizə geri çəkilmək şansı tanımır. Ox artıq yaydan çıxıb və o, birbaşa qızıla, böyük pullara və sarsılmaz bir mövqeyə doğru şığıyır. Həftənin ilk günlərindən, yəni iyulun 20-si və 21-dən etibarən beyninizdə sanki bir ildırım çaxacaq. İllərdir bəlkə də görməzdən gəldiyiniz, buna vaxtım yoxdur və ya bu qədər məsuliyyət məni boğar deyib qaçdığınız o böyük maliyyə fürsətləri birdən-birə bütün aydınlığı ilə qarşınızda canlanacaq. O qədər kəskin bir zehni oyanış yaşayacaqsınız ki, indiyə qədər itirdiyiniz zamana, əldən verdiyiniz şanslara görə bəlkə də özünüzə qarşı böyük bir qəzəb hiss edəcəksiniz. Amma o qəzəbi qətiyyən içinizdə boğmayın, onu zəhərə yox, yanacağa çevirin. İş yerinizdə, ofisinizdə və ya fəaliyyət göstərdiyiniz biznes mühitində kimsə sizin həmişə gülərüz, anlayışlı olmağınızdan sui-istifadə edərək boynunuza əlavə yüklər qoymağa, sizin zəhmətinizlə qabağa getməyə cəhd edə bilər. Baxın, məhz həmin an daxilinizdəki o amansız rəqabətçi ruhu oyandırmağın tam zamanıdır. Heç kimə güzəştə getməyin, haqqınız olanı, o layiq olduğunuz mövqeyi və ən əsası, sizə çatmalı olan o böyük məbləği rəhm etmədən tələb edin. İnsanlar sizin bu qəfil sərtləşməyinizdən, bu aqressiv mövqeyinizdən bəlkə də şoka düşəcəklər, bizim bildiyimiz oxatan belə deyildir deyəcəklər, qoyun desinlər. Sizin bu həyata kimlərinsə gözləntilərini doğrultmaq, hər kəsə şirin görünmək kimi bir borcunuz yoxdur. Sizin tək bir borcunuz var, o da özünüzü və gələcəyinizi ən yüksək, ən toxunulmaz zirvəyə daşımaqdır. Həftənin ortalarına doğru, xüsusən də çərşənbə və cümə axşamı günlərində maliyyə evinizdə elə bir hərəkətlilik, elə bir canlanma olacaq ki, bəzən gələn təkliflərin, açılan qapıların sürətindən başınız fırlanacaq. Gözlənilməz bir yerdən, bəlkə də çoxdan ümidinizi üzdüyünüz köhnə bir layihədən ya da təsadüfən tanış olduğunuz bir nüfuzlu şəxsdən elə bir təklif alacaqsınız ki, bu sadəcə bir dəfəlik qazanc deyil, davamlı və çox böyük bir gəlir mənbəyinin başlanğıcı olacaq. Lakin tələsməyin. Sizin bir xasiyyətiniz var, bir işə çox tez həvəslənir, böyük ehtirasla atılır, sonra isə eyni sürətlə də soyuyursunuz. Bu dəfə kainat sizdən bu uşaqcasına şıltaqlığı bir kənara qoymağı, dəmir iradə göstərib başladığınız o işdən qopmamağı kəskin şəkildə tələb edir. İndi həvəsdən düşmək, yorulmaq, bu iş məni sıxdır demək lüksünüz sıfıra bərabərdir. Dırnaqlarınızla da olsa o fürsətdən yapışacaqsınız və onun bütün meyvələrini toplayana qədər bir addım belə geri çəkilməyəcəksiniz. Bu prosesdə ən böyük maneə bəzən xarici amillər yox, məhz sizin öz ətrafınızdakı enerjinizi aşağı çəkən o mənasız adamlar ola bilər. Ətrafınıza çox diqqətlə baxın. Daim həyatdan şikayət edən, hər yeniliyə bir qüsur tapan, vizyonu ancaq bugünü çıxarmaqdan ibarət olan o kiçik dünyalı insanlarla aranıza elə bir qalın divar hörməlisiniz ki, onların o ucuz enerjisi sizin uğur aurana toxuna bilməsin. Amma biz illərdir dostluq kimi nostaljik duyğuları unudun. Sizin gələcək zənginliyiniz, o qurmaq istədiyiniz böyük imperiya cəsarət tələb edir və o zirvədə qorxaqlara, vizyonsuzlara və tənbəllərə yer yoxdur. Kim sizinlə eyni sürətdə qaça bilmirsə, heç bir peşmançılıq hissi keçirmədən ocaqda yandırıb kül edin o keçmiş bağları, qoyun arxada qalsınlar. Sevgi və şəxsi münasibətlərə gəldikdə isə bu həftə sizin standartlarınız az qala atmosferi deşib keçəcək qədər yüksələcək.
Oxatanların eşq həyatı onsuz da hər zaman ehtiraslı və fırtınalı olur. Lakin iyulun 20-26-sı aralığında sizin axtardığınız sadəcə isti bir qucaq, xoş sözlər fısıldayan bir cüt dodaq deyil. Sizə müttəfiq lazımdır. Sözün əsl mənasında həyata sizin kimi meydan oxuyan, gözlərində o bitib tükənməyən qazanmaq ehtirasını daşıyan, maddi və mənəvi cəhətdən güclü, sizin uğur hekayənizə dəyər qatacaq, sizinlə çiyin-çiyinə verib dünyanı fəth edəcək bir partnyor. Əgər hal-hazırda həyatınızdakı insan bu tələblərə cavab vermirsə, daim sizi geriyə çəkir, qurduğunuz o böyük maliyyə planlarına gülüşlə baxır və ya sizi öz dar dünyasında həbs etməyə çalışırsa, çox kəskin və qəti bir qərar verməli olacaqsınız. Özünüzü heç kimin xırda dünyasına sığdırmağa məcbur etməyin. Siz nəhəng okeanlarsınız, kiminsə kiçik gölməçəsində boğulmağa haqqınız yoxdur. Subay oxatanlar üçün isə xüsusən cümə və şənbə günləri qəribə, az qala kino səhnələrini xatırladan sürpriz tanışlıqlar vəd edir. Ancaq diqqət edin, qarşınıza çıxan insan hər kəsin heyran qaldığı, amma içi bomboş olan biri deyil, əsl güc və zəka sahibi olmalıdır. İlk görüşdən belə qarşınızdakının xarakterini rentgen şüası kimi analiz edəcəksiniz və inanın ki, o kəskin intuisiyanız sizi yenə də yanıltmayacaq. Emosiyalarınıza qapılmadan, məntiqlə və iti bir zəka ilə sevgi həyatınızı belə bir uğur strategiyasına çevirməyi bacaracaqsınız. Özünüzü və hisslərinizi ucuzlaşdırmayın, siz hər şeyin ən bahalısına, ən eksklüzivinə layiqsiniz və bunu gizlətməkdən, ucadan deməkdən qətiyyən utanmayın. Cümə günü axşam saatlarına doğru içinizdə qəribə bir yorğunluqla bərabər inanılmaz bir qürur hissi baş qaldıracaq. Həftə boyu verdiyiniz o amansız mübarizələrin, atdığınız o riskli, cəsur addımların verdiyi ləzzət heç nəyə dəyişilə bilməz. Bəli, yorulmusunuz, bəli, bəlkə də bir neçə gecə yuxusuz qalıb, beyninizdəki rəqəmləri, planları hesablamısınız, amma bunun nəticəsini həm hesabınızda, həm də insanların sizə baxışındakı o qorxuya qarışıq hörmətdə görəndə, hər saniyəsinə dəydiyini anlayacaqsınız. Həftə sonu, yəni iyulun 25-i və 26-sı isə sizin üçün tam bir transformasiya kamerası rolunu oynamalıdır. O köhnə vərdişlərinizi, cibinizə gələn o böyük məbləği dərhal mənasız əyləncələrə, kütləvi və səs-küylü məclislərə, saxta dostların hesabını ödəməyə xərcləmək ehtirasınızı tamamilə unudun. Bu istirahət günlərində bəlkə də tamamilə tək qalmağı, səssiz bir mühitdə yalnız öz daxili səsinizlə baş-başa qalmağı seçməlisiniz. Özünüzə bahalı bir şam yeməyi sifariş edin, ən sevdiyiniz, sizi motivasiya edən musiqini açın və qarşıdakı ayların, illərin o möhtəşəm imperiyasını, maliyyə planını xırdalığına qədər çizin. Sizin enerjiniz bəzən elə qlobal miqyasda olur ki, xırda detalları gözdən qaçırırsınız. Amma böyük sərvətlər məhz o kiçik detalların, düzgün idarə olunan büdcənin üzərində qurulur. Gəlirinizi hara investisiya edəcəyinizi, hansı sahədə daha çox parlayacağınızı düşünmək üçün bu həftə sonunun sükunəti sizə ən böyük silah olacaq. Sağlamlıq və fiziki gücünüz isə bu qədər gərginliyin fonunda ən çox qorumaq məcburiyyətində olduğunuz yeganə kapitalınızdır. Sizin idarə edici planetiniz Yupiter hər nə qədər şans və bolluq gətirsə də, bəzən insanda izah olunmaz bir əzginlik, hər şey onsuz da yoluna düşəcək deyib arxayınlaşma hissi fiziki tənbəllik yarada bilər. Bu tələyə qətiyyən düşməyin. Bədəniniz sizin ən böyük məbədinizi, qılıncınızı kəskin saxlayan yeganə alətinizdir. Hərəkət edin, durğunluğa, həm fiziki, həm də mental durğunluğa qəti şəkildə son qoyun. Ayaq əzələlərinizdə, xüsusən də bud və çanaq nahiyəsində yaranan o ağrılar əslində qaçmaq, irəliləmək istəyib də özünüzü saxladığınız o anların fiziki təzahürüdür. Sərbəst buraxın özünüzü. Səhər tezdən qalxın, buz kimi bir su ilə üzünüzü yuyun, güzgüyə baxıb gözlərinizin içinə, o sönməz ocağa dik baxın və kim olduğunuzu xatırlayın. Siz həyatın sadəcə qıraqdan baxıb əl çalan tamaşaçısı yox, səhnənin tam ortasında durub ssenarini öz qələmi ilə, öz qanı ilə yazan baş qəhrəmanısınız. İndiyə qədər həyatın sizə vurduğu zərbələrin, ətrafdakıların etdiyi xəyanətlərin və ya maddi çətinliklərin heç bir əhəmiyyəti qalmayıb artıq. Bütün o keçmiş kədərlər, o acılar sadəcə olaraq bugünkü o polad kimi iradənizi formalaşdırmaq üçün bir məşq meydançası idi. Və o məşq artıq bitdi. İndi gerçək oyun, böyük oyun başlayır. Sizin daxilinizdə o qədər böyük bir işıq, o qədər nəhəng bir həyat enerjisi var ki, bəzən insanlar o enerjidən qorxub sizi öz kiçik qəliblərinə salmağa çalışırlar. İllərlə biraz sakit ol, çox uçma, reallıqla barış deyə sizi adi bir insana çevirməyə, o qırıcı ruhunuzu əhliləşdirməyə cəhd etdilər.
Amma 20-26 iyul günləri bütün bu zəncirlərin qırıldığı, tabuların sındırıldığı o böyük partlayış anıdır. Hər kəsə, amma ən əsası özünüzə sübut edəcəksiniz ki, o xatan hədəfə kilitləndikdə onun o həris, o ehtiraslı yolunda heç bir qüvvə, heç bir maddi maneə dura bilməz. Mükəmməllik axtarışında deyilsiniz. Bütün qapılar qırılıb və xəzinə tam qarşınızdadır. O xatanlar, qaçın, götürün və bu dünyanın əsl hakiminin kim olduğunu hamıya sübut edin.